mənzərə. Buradan vapşə əla görsəndi ya. Superdi. Bəh, buna baxın ya. Burada mənzərəyə baxın. Bura artıq Quba Qonaqkənd istiqamətidir. O Quba Alpankənd idi. Bu əks tərəfədir. Qonaqkəndə gedən istiqamətdir. Buranı getmişik. Təngi altına getmişdim. Oraları çəkmişəm. Sadəcə olaraq yaşıllıq olan vaxtı tam fərqli görüntüləri var. Yazın gəlişinə necə bəzənib buralar, yamyaşıl. Gəlib Yaman çaya. Sular. Qarın sular hamısı əriyir. Qubanın Rostov kəndi. Rusiyanın Rostovu ilə qarışdırmayın. Rusiyada Rostov var, bizdə də Rostov.
Böyük kənddir bura. Ahalisinin sayısı çoxdur. Qədim kənddir. Çox qədim məscidi var. Böyle maraqlı yerdir bu da. Çağacıq çayı. Qaydanda o biri yoluna qaydaram. Xanagah Girdağ Növdün Şudur. Xanagah tərəfə gedik. Dağın döşündə quzular otlayır, ləzzət edir adama. Aha, gene geldik. Buna bak, buna bak, buna. Bu nədir belə? Ha, daşlar rəngli. Mən edirəm, nədir belə? Bura bax. Baxın, la baxın. Oyda, bu nədir o? Buna bak. Her bir xalça diye yerde. Ay Allah. Növdün. Növdün. Ne güzel ev tikirler burada. Süper ev. Aşağı düşəndə buralar vahşi fərqli görsənəcək. Bura baxın. Aşağı. Hara gedir bu yol görəsən? Əslində buraların çoxunu gəzmişəm, amma yadımda deyil. Çoxdan gəlmişəm, çox güman ki buralara. Amma ola bilməz ki getməyim. Deyələm qalxdı. Aha. Bu nədir? Bəh.
Yox, burada dayanmalıyım hemen. Ah. Burada. Gedim baxım. Olmasa gəlib burada duracağım da. Elə deyil. Olmasa qaydanda burada duraram bir də. Kofe içərəm. Maraqlı yerdir. Ola bu nədir? Bunu düzdür qabağını bağlayır. Ora kimi deyil. Ora lap süper idi elə bilən. Daha yaxşı görünürdü. Bu axırıncı kənddə şudur. Bəlkə də var ondan sonra da kənd, bilmirəm. Bu cəmaat harada yaşayırlar. Nə gözəl yerdə yaşayırlar bunlar, vallahi. Dəhşətdir. Amma yazda və ya yayda. Payız qış qurtardı. Palçıq kənd həyatının ağır günləri başlayır. Çətinlik. Maşallah, ən ucqar kəndlərə belə asfalt çəkilib. Halaldır valla. Süperdir. Nə qədər rahatçılıqdır. Gəzirəm də ən azından sizinlə birgə. Ona görə nə etmək lazımdır? Abunə olub, like edib, kanala dəstək olmaq lazımdır ki, mən daha çox gəzə bilim. Vəssalam. Asfalt bitdi, kənd bitdi. Burada şuduq kəndi yekunlaşır. Oradan gələnə göstərir də, yəqin ki. Buradan yol var, yoxsa cəmaatın həyətinədir o. Yəqin evinədir. Burada olmalıydı həmin ərazi. Xoşuma gəlmişdi ki, kofe içərəm burada. Bax buraydı. Burada indi kofe içəcəm bir dənə. Baba borç hissədə bir dənə stolu qoyum. İndi gedim içəri baxım. Ola bilər orada maraqlı, daha maraqlı bir yer var. Böyle qapı var idi. Girmədim özüm içəri ki, motosiklam ki, cəmaatın yeri ola. Danışıb eləyərlər. Demədən girmək olmaz. Yoxlayayım, birinci özüm piyada keçeyim. Ayda, nə gözəl yerdir bu. Kimin yeridirsə. Çox qəşəng yerdir. Belə super. Bura baxın, ayda bu nədir? Əsl belə kemping yeridir ya bura. Bura əsl kemping yeridir. Palatkanı qur, qal burada. Bura baxın. Motosikl sala bilərdim bura. Əslində, fısta qapıdan. Neysə, dedim icazəsiz cəmaatın yerinə texnikanı salmayaq. Özümüz piyada gedirik. Baxmağa problem yoxdur. Oyda. Bu ağacın altıdakı oyda əsl yiyib içməli yerdir. Bura bax. Bə, bu nə da? Bu nə da? Super. Ağac dəhşətdir. Yayda bu otur kölgəsində burada. Aşağıda bilmirəm kamera perdavat edir yoxsa yox. Kəndlərə baxın, nə gözəl kəndlərdir orada aşağıda. Aşağılar hamısı kəndlərdir. Bu da ki duman da gəlir dağa. Dəhşətli bir mənzərə var burada.
Hələ palatka doldur ağacların altına bura. Oyda nə gözəldir. Həzi yol da rahat. Asfalt deyə Uşuduq kəndi də oradan gəldim indi. Bir sözlə təzə kamp yeri tapdım. Əla. Burada da içmək olar. Biraz da aşağı getsəm bəlkə o dərəni də görərdim. Aşağı mənzərəni. Amma ora mən durduğum yer də yaxşıdır. Bundan gözəl nə istifadə var?